Sifətin dərəcələrinə. Sifətin dərəcələri. Deməli, belə bir şey çəkim sizin üçün. Burada diqqətli olun. Baxın. Bunun adını qoyuram adi. Adi. Adi artıq olsun dərəcələr. Dərəcələr. Bütün sifətlər adi dərəcədədir. Məsəl üçün, yazıram bura xırda. Xırda. Xırda sözün işlədirəm. Deyək ki, çoxaldıram dərəcəsi. Məsəl üçün, olur xırdaca. Xırdaca formasında. Bir də bu artıq oldu çoxaltma dərəcəsinin formalaşması. Çoxaltma. Bir də xırdanı azaldıram. Az xırda deyirəm. Az xırda formasında. Bu olacaq azaltma. Əslində söhbət xırdanın adi dərəcədə, yəni normada olmasından gedir. Norma. Deməli, belə bir qərar verək. Əgər hər hansı bir sifət normadadsa, o adi dərəcədədir. Əgər onun dərəcəsi normadan çoxdursa, əlamət və keyfiyyəti normadan çoxdursa, bu çoxaltma dərəcəsindədir. Əgər sifətin əlamət və keyfiyyəti normadan azdırsa, bu artıq azaltma dərəcəsini formalaşdırır. Yəni, dərəcələr bu üzrə formalaşır. Əlamət və keyfiyyəti normadan çox və yaxud da ki, əlamət və keyfiyyətin normadan az olması formasında formalaşır. Biz birinci danışacağıq azaltma dərəcəsindən. Ümumiyyətlə, yadda saxlayın, sifətin dərəcələri iki yolla yaranır. Morfoloji və sintaktik. Morfoloji şəkilçilər vasitəsilə, sintaktik sözlər vasitəsilə. Sözlər, burada yazaq, şəkilçilər vasitəsilə formalaşır. Deməli, azaltma dərəcəsində biz formalaşdıracağıq. Birincisi, morfoloji yolla, yəni şəkilçilər vasitəsilə, yəni əlamət və keyfiyyət normadan az olacaq. Biz bunu artıq belə deyə əldə eləməliyik. Deməli, morfoloji üsulla şəkilçilər vasitəsilə. Hansı şəkilçilər? Imtı şəkilçisi vasitəsilə deyil. Göyümtül. Daha sonra şın şəkilçisi var. Şın. Qaraşın. Buna sarışın da deyə bilərik. Daha sonra raq. Rək şəkilçisi var. Demək olar işlənmir dilimizdə. Demək olar işlənmir. Yaxşıraq. Gödərək. Bundan başqa ımsov şəkilçisi var. Sonra buna deyək ağımsov. Göyümsov deyə bilərik. Sovun özü var. Sov. Uzun. Sov formasında deyə bilərik. Imtıraq yazdıq, yazmadıq. Bir də ımtırağı da yazaq. Imtıraq şəkilçisi. Sarımtıraq. Qırmızımtıraq və s. və ilax. Bu, morfoloji yolla, şəkilçilər vasitəsilə formalaşan azaltma dərəcəsi. İndi danışaq sintaktik yolla yaranan. Sintaktik yolla nə deməkdir bu? Yəni, sözlər vasitəsilə. Hansı sözlər var? Birinci sözümüz olacaq açıq, ikinci sözümüz olacaq ala, üçüncü sözümüz olacaq təhər, dördüncü olacaq kəm, sonuncu olacaq az. Yadda saxlayın, açıqla ala defislə yazılacaq. Defislə. Deməli, açıq sözündən danışaq. Açıq sözü yalnız yadda saxlayın, rəng bildirən sifətlərə qoşulanda azaltma dərəcəsini formalaşdırır. Deməli, açıq, defis qoyuram, qırmızı və yaxud da ki, açıq, sarı. Bunlar nə olacaq? Bunlar olacaq azaltma dərəcəsi. Amma yadda saxlayın. Açıq, aydın, açıq, aşkar. Və yaxud da ki, açıq sözlü. Bu sözləri heç bir halda, bax, bunlar heç bir halda azaltma dərəcəsində deyil.
Bu sözlər olacaq adi dərəcədə. Niyə? Çünki açıq sözü rəng bildirən sözlərə qoşulanda dərəcə əlaməti formalaşdıra bilər. Mütləq yadda saxlayın. İkincisi danışacağıq biz ala sözündən. Özdə burada açıq sözü yadda saxlayın. Bu sözlərdə açıq sözü sifətdir. Ala sözü də defislə yazılır. Yazmışıq. Deməli, ala, ti. Azaltma dərəcəsində. Ala, seyrək. Azaltma dərəcəsində. Amma yadda saxlayın ki, ala-bula azaltma dərəcəsində deyil. Bu artıq adi dərəcədə olacaq. Mütləq şəkildə yadda saxlayın. Bunu da buraya əlavə edirəm. Ala-bula sözü adi dərəcədədir. Təhər sözü. Müəllim, Bəli, buyurun. alagöz başqa bir şəraitdir. Bəli. Göz sözü isimdir. Alagöz o isim. artıq sifəti olacaq, düzdür, alagöz. Birincisi bu bitişik yazılacaq, alagöz. Bəli. İkincisi göz sözü isimdir. Mütləq şəkildə sifət olmalıdır. Ona görə bu sözü götürəcəksiniz yalnız mürəkkəb adi dərəcədə olan sifət kimi. Oldu. İndi qoyun elə yaxşı yadıma salmışkən bir şey deyim ki, dərəcə əlamətləri, bunu deyəcəm də, yazacam da, dərəcə əlamətləri ancaq sifətin üzərində formalaşa bilər. Yəni, əgər biz sintaktik yolla hər hansı bir sözü azaltma dərəcəsində işlədiriksə, həmin söz mütləq şəkildə sifət olmalıdır. Sifət olmayan bir sözü azaltma dərəcəsində işlətmək olmaz. Ki, onu indi sizə göstərəcəm. Baxın, təhər sözü şirin sözün verirəm. Təhər sonra yazılır. Şirin, təhər sözə bitişik yazılır. Yadda saxlayın. Eyni ilə kəm, şirin. Şirin, kəm isə sözdən əvvəl yazıldı. Görürsünüz, şirin sözü sifətdir, düz deyilmi? Deməli, bu ikisi, bir-biri ilə bu ikisi olacaq azaltma. Azaltma dərəcəsində. Amma indi qeyd elədiyim sözlərə baxın. Baxın. Deyək ki, kəm, ağıl. Və yaxud da ki, kəm, hövsələ. Və yaxud da ki, kəm, savad. Artıq bu sözlər sadəcə olaraq adi dərəcədədir. Niyə? Çünki ağıl sözü də, hövsələ sözü də, savad sözü də hər üçü isimdir. Kəm sözü bunlara qoşularaq sadəcə olaraq mürəkkəb sifət formalaşdırdı. Dərəcə əlaməti formalaşdıra bilmədi. Səbəb nədir? Çünki ümumiyyətlə dərəcə kateqoriyası yaradan ünsürlər ancaq sifətə qoşularaq dərəcə əlaməti yarada bilər. Başqa cür mümkün deyil. Deməli, şirin sözü sifət olduğuna görə təhər və kəm sözləri onunla qoşularaq azaltma dərəcəsini formalaşdırdı. Deməli, mən bura yazsam, acı təhər. Acı təhər artıq olacaq azaltma dərəcəsində. Niyə? Çünki acı sözü sifət. Yəqin ki, burada problem yoxdur. Az sözünə bəli, buyurun. Bəs misal, bu təhərdə bir təhər sözündə təhər sifət deyil, isimdir. Olmaz. Bir təhər ümumiyyətlə zərfdir. Bir təhər necə, nə cür, hansı tərzdə? Tərz hərəkət zərfidir bu. Mümkün deyil o. Çünki bir deyədə bir sifətimiz yoxdur bizə. Az söz isə ayrı yazılacaq sözdən. Amma sifətin önündə ayrı yazılanda bunu dərəcə əlaməti deyəcəyik. Az, şirin. Və yaxud da ki, az şəkərli. Şəkər sözü olsaydı, az şəkər olsaydı, bu azaltma dərəcəsi olmazdı. Amma şəkərli olduğuna görə artıq azaltma dərəcəsidir. Çünki sifətin azlığını bildirmək istəyir bu. Ona görə artıq azaltma dərəcəsini formalaşdırmış olacaq. Yəqin ki, burada hər hansı bir probleminiz olmadı. Suallarınız olsa verərsiniz. Biz keçək artıq çoxaltma dərəcəsinə. Çoxaltma dərəcəsi. Deməli, çoxaltma dərəcəsi də yenə əlamət və keyfiyyətin burada artıq normadan çox olduğunu bildirir və iki yolla formalaşır. Biri morfolojidir. Morfoloji şəkilçilər vasitəsilədir. Hansı şəkilçilər vasitəsi? Birinci C vasitəsilə. İkinci M, P, R, S samitləri vasitəsilə. Üçüncü appaq ünsürü vasitəsilə. Appaq ünsürü vasitəsilə formalaşacaq. Bunları bir dənə zəhmət olmasa yadda saxlayarsınız. Deməli, getdik irəli danışaq. Cacə burada ədaddır. Yadda saxlayın. Ədad. Deməli, bunu bu formada verəcəyik. Xırda sözünə cacə qoşulsa xırdaca formasında və yaxud da ki, deyək, zorbaca formasında. Burada hər ikisində cacə, belə deyək, vurğu qəbul elədi və
ədat çoxaltma dərəcəsini formalaşdırdı. Morfoloji yolla. M-pırısı samiti necədir? Bir dənə sifəti götürürük, məsəl üçün sarı sifətin. Sarı sifətinin kök şəkil hecalara ayrılır. Heca sarı formasında. Birinci hecasını ayrıca yazırıq sa. Sözün özünü isə onun qarşısından yazırıq sarı. Düzdür, bura kimi gəldik. İndi m-pırısı samitlərindən birini bura uyğunlaşdıracağıq. Sap sarı uyğunlaşır. Sap sarı formasında olduğu çoxaltma dərəcəsi. Bu formada formalaşır. Görək qırmızını necə formalaşdırır? Qırmızı. Necə formalaşdıraq? Hecalara bu formada ayrılır. Qırmızı formasında artıq bizə uyğun olaraq qırı bura yazmalıydıq. Amma sonunda samit olmamaq şərti ilə yazılmalıdır. Ona görə r samitini atıram, yazıram. Qırmızının da qarşısına yazıram. Qırmızı formasında. Hansı uyğun gələr? Qıp formasında qıp qırmızı. Və yaxud da ki, təmizə tərtəmiz artıq uyğun gələcək bu formada. Sonra appaq ünsürü var. Appaq ünsürü yalnız bir sözə qoşulur. Ağ sözünə qoşulur. Ağ, appaq formasında. Bu da oldu bizim çoxaltma dərəcəmiz. Sonra bu sintaktik yol, morfoloji yolla yaranan çoxaltma dərəcəsi idi. İndi keçirik sintaktik yolla. Sintaktik yolla yaranan sifətlərdən danışacağıq. Deməli, birinci nədən danışırıq sifətin çoxaltma dərəcəsində? Birinci, ən, lap, daha, olduqca, çox. Bunlar ədatlardır, yadda saxlayın, ədatlar. Deməli, sifətdən əvvəl gəlməlidir. Ən yaxşı, çox, müdrik, insan. İnsandır deyə tutaq. Görürsünüz, çox müdrikə aiddir. Burada çoxaltma dərəcəsini formalaşdırdı. Və yaxud da ki, olduqca şirin. Bunlar ayrı yazılırlar və bunların hər biri ədatdır. Ədat. Yəni, ədat burada çoxaltma dərəcəsini formalaşdırır. İkinci artıq biz sözə bitişik ayrı yazılanlardan ayrı-ayrı danışa bilərik. Düm hissəciyindən danışaq biz. Düm hissəcikdir. Ayrıca müstəqil söz kimi yoxdur. Və düm sözə bitişik yazılacaq. Məsəl üçün, deyək ki, dümağ və yaxud da ki, düm qara. İndi diqqətli olun nəyə? Görürsünüz, ağ ünsürünə birbaşa düm artırdım. Qara ünsürünə, qara sözünə birbaşa düm artırdım. Düzdür? İndi sizə belə bir söz veriləcək. Məsəl üçün, deyək, dümdüz və yaxud da ki, dimdik. Burada artıq siz düm ünsürünü axtarmayın. Bu iki söz sintaktik yolla formalaşmayıb. Buna morfoloji yolla formalaşma deyəcəyik. Nəyə görə mən düm ağı sintaktik yolla formalaşma, dümdüzü morfoloji yolla formalaşma kimi verdim? Bunu fərqləndirmək lazımdır, fərqləndirək. Baxın, düz sözün götürürəm. Hecalara ayıra bilmirəm, çünki tək hecalı sözdür bu. M-pırısı samitindən istifadə eləmək üçün nə edirdim? İlk hecanı bura yazmalıyam, amma sonuncu samiti artma şərti ilə. Yazıram bura dü. Düzü də yazıram qarşısına. Düz. İndi hansı uyğun gəlir? M-pırısıdan M uyğun gəlir bura. Olur dümdüz. Formalaşdırdım burada dümdüzü morfoloji yolla. İndi ağ sözünün üzərində formalaşdırıram. Necə olacaq burada? Ağın birincisi yazılır. Ağ da qarşısına yazılır. Bura hansı uyğun gəlir? M uyğun gəlir də amaq formasında uyğun gəlir. Görürsünüz, amaq olacaq morfoloji üsulla, dümağ isə dümağ. Artıq dümü birbaşa özüm bura əlavə edirəm. Ona görə bu artıq olacaq sintaktik üsulla formalaşma. Yəqin ki, problem yaranmaz burada. Sonra zil sözü qaldı. Burada haradadır? Zil. Zil sözü ayrı yazılacaq sözdən. Məsəl üçün deyək, zil qara. Bu formada zil qara. Bir də qaldı tünd sözümüz. Tünd isə defs ilə yazılacaq. Tünd, məsəl üçün tünd qara. Bu formada. Defs ilə yazılacaq. İndi diqqətli olacaqsınız nəyə? Hansı sözlər ümumiyyətlə dərəcədə deyil? Bunu yazıram bura. Azaltma. Bir də çoxaltma.
azaltma, çoxaltma dərəcəsində deyil. İndi yazacağım sözlər. Birincisi yadda saxlayırsınız. Büsbütün zərfdir ümumiyyətlə, zərf. Yadda saxlayın. Sonra yadda saxlayaq balaca sözün. Balaca sözü sadə sözdür, adi dərəcədədir. Yadda saxlayaq buz sözü. Niyə bu azaltma dərəcəsində, çoxaltma dərəcəsində götürülmür? Çünki buz isimdir. Bunların ardınca yadımızda saxlaya bilərik biz ümumi. Deməli, elə sizin dediyiniz bir təhər sözün, bu adi dərəcədədir. Ümumiyyətlə zərfdir. Sonra tünd sözündən götürək. Tünd xasiyyət. Mümkün deyil, xasiyyət sözü isimdir. Və yaxud da ki, açıq ürəkli. Açıq sifətə qoşulmalıdır və hansı sifətlərə? Rəng bildirən sifətlərə. Bu sifətdir, amma rəng bildirən sifət deyil. Daha sonra qara bəniz. Baxın, yadda saxlayın. Yanız ünsürü sizə verilibsə, yanız. Məsəl üçün, deyək, qara yanız. Bu şəkilçidir, yanız burada şəkilçidir və azaltma dərəcəsini formalaşdırır. Yanız azaltma dərəcəsini formalaşdırır. Amma bəniz azaltma dərəcəsi formalaşdırmır. Bəniz ayrıca sözdür, üz sözdür bəniz. Qara bəniz isə qara üzlü mənasındadır. Yadda saxlayın, bunlar artıq dərəcə əlaməti formalaşdırmır, adi dərəcədədirlər. Və yaxud da ki, kəmdən bayaq dediklərimiz, kəm hövsələ, kəm ağıl və yaxud da ki, deyə bilərik, kəm fürsət. Bunlar hamısı adi dərəcədə götürüləcək. Mütləq yadda şəkildə yadda saxlayın bunu. Bunun üzərində alabulanda bura yazıram. Bayaq yazdığımızı alabula sözü və yaxud da ki, alagöz sözü. Bunu da yazaq. Bayaq dediyimiz alagöz sözü. Sonra açıq aydından açıq aşkar. Açıq aşkar və açıq aydın. Bunların hər biri, bura yazdıqlarımın hər biri adi dərəcədədir və yaxud da ki, zərfdir. Yəni, məsələn, bir təhər zərfdir. Qalanlarının içində də, qalanları hər biri belə adi dərəcədə olan sifətdir. Bu formada yadda saxlayacaq. Niyə? Çünki xasiyyət isimdir, bəniz burada isimdir, hövsələ isimdir, savad desək, kəmsavad isimdir. O formada yadımızda qalsın. Tünd xasiyyət də adi dərəcədədir. Tünd xasiyyətli sözü də adi dərəcədədir. Çünki defislə yazılmayacaq. Tünd çay da burada tünd sözü adi dərəcədədir. Çünki tünd çay defislə yazılmır. Tünd sözü defislə yazılmalıdır ki, dərəcə əlaməti formalaşdırsın. Bizim sifət haqqında bilməli olduqlarımız. Bir dənə qalır sifətin isimləşməyi. Sifətin isimləşməyi. 5-cə dəqiqə buraxacam, sonra gedəcəksiniz, narahat olmayın. Sifətin isimləşməyi nə deməkdir? Yadda saxlayın ki, əgər sifət isimləşirsə, əlamət və keyfiyyət bildirmə funksiyasını itirir. Sualların necə, nə cür, hansı sualına cavab verməyi itirir. Cümlədə təyin artıq ola bilmir. Necə təyin olsun? Təyin ola bilmir və başlayır nə etməyə? Başlayır artıq dərəcə də bildirə bilmir və başlayır isim kimi hallanmağa, cəmlənməyə, mənsubiyyətə görə dəyişməyə. İndi baxın, sifət necə isimləşir? Sifət aid olduğu ismi itirəndə isimləşir. Nə deməkdir bu? Mən bura yazıram ki, deyək, cavan oğlan yıxıldı. Baxın, nə etdi yıxıldı? Kimdir yıxılan? Oğlan. Hansı oğlan? Cavan oğlan. İndi baxın, aid olduğu isim oğlandır. Oğlanı itirsin. Nə olacaq? Cavan yıxıldı. Nə etdi? Yıxıldı. Kim? Cavan. Gördünüz, artıq sifət ismin sualına cavab verdi. Niyə? Çünki aid olduğu ismi itirib artıq. Məcburdur ki, özü ismin sualına cavab versin. Məsəl üçün, qoca kişi, deyim ki, qoca kişi ağladı. İndi ismi itirsin, olacaq qoca ağladı. Nə etdi ağladı? Kim ağladı? Qoca. Görürsünüz, artıq burada necə sualına cavab verən söz? Burada kim sualına cavab verir? Deməli, sifət aid olduğu ismi itirəndə isimləşmiş olur. Yəni, mən bura yazıramsa, körpə yuxudan ayıldı. Düzdür? Körpə yuxudan ayıldı. Burada körpə hansı suala cavab verdi? Kim? Körpə.
Amma yazsam ki, körpə uşaq, artıq burada körpə necə nəcür hansı suallara cavab verəcək. Deməli, nəticə olaraq, əgər bizim tanıdığımız sifət ismin yerində işlənibsə, aid olduğu ismi itiribsə, isimləşmiş sayılacaq. Deməli, əgər bizə yazılıbsa, icid sözü bilirik ki, sifətdir, düzdür? İcid hər kəsi xilas etdi. Xilas etdi. Kim hər kəsi xilas etdi? İcid. Artıq kim sualına cavab verdi? Yəni isimləşdi. Niyə? Aid olduğu ismi itirdiyinə görə. Yadda saxlayırsınız nəyi? Əgər bir sifət ismə aid hal şəkilçisi qəbul edibsə, ismə aid mənsubiyyət şəkilçisi qəbul edibsə və yaxud da ki, cəm şəkilçisi qəbul edibsə, o zaman 100% isimləşib. Məsəl üçün, deyək ki, bayırdakılar gəldi. Nə etdi, gəldi? Kim gəldi? Bayırdakılar. Kim sualına cavab verdi? Amma burada dakıdakı var axı. Dakıdakının üzərinə larlər artırılıb. Dakıdakı şəkilçili sözü isə 100% sifətdir. Sifətin üzərinə larlər artırıb artıq kim sualına cavab verdi? Və yaxud da ki, mənsubiyyət deyirəm ki, icidlərini çağır. Nə et çağır? Kimi icidlərini? Sənin icidlərini. Görürsünüz, kimi sualına cavab verdi? Yenə də isimləşdi. Sonra larlə hal şəkilçiliyindən də işlənək. Məsəl üçün, deyək ki, tutaq ki, namərd və tənbəl sözünü götürək. Tənbələ güvən olmaz. Güvən olmaz. Kimə güvən olmaz? Kimə sualına cavab verdi? Kimə? Tənbələ. Niyə? Hal şəkilçisini qəbul etdiyinə görə. Bəs niyə mən xəbərlik şəkilçisini demədim? Çünki xəbərlik şəkilçisini qəbul edən sifət isimləşməyə də bilər. Məsəl üçün, o qorxaqdır. Qorxaqdır. Baxın, necədir, nə cürdür? Qorxaqdır. Kim o? Necə sualına cavab verdi? Dırdırı qəbul eləməyinə baxmayaraq. İndi baxın, deyirəm ki, o bizi yarı yolda qoyan qorxaqdır. Baxın, indi deyirəm, kimdir? Qorxaqdır. Necə, nə cür, hansı qorxaqdır? Bizi yarı yolda qoyan. Kim o? Gördünüz, burada artıq kimdir sualına cavab verdi? Eyni söz. Burada artıq necədir, nə cürdür sualına cavab verdi? Eyni şəkilçi üzərində. Ona görə yadda saxlayın ki, əgər sifət xəbərli şəkilçisi qəbul edibsə, bu heç də onun 100% isimləşməyə anlamına gəlib çıxmır. Yadda saxlayın. Bu oldu bizim ismin, sifətin isimləşməyi. Növbəti dərsimiz artıq sayla bağlı olacaq.